Herkese selamlar dostlar. Bu günləri sizlerle beraber masamı təmizləyəcəyik. Masadaki her şeyi təmizləməyi fikirləşirəm. Əslində tez-tez təmizləyirəm, amma bunu da video halına gətirməyi fikirləşdim və bu da bizim videomuz. Nəm salfetlə silib təmizləməyi fikirləşirəm. Ona görə bura qoyuram. İndi isə ilk olarak bu orqanayzerdən başlayaq. Bu orqanayzerimdir. Gəlin bunu boşaldaq. Təmizlədik, belə oldu. Belə bir şəffaf orqanayzer. Dostlar, belə oldu. Gəlin də sizlərlə bərabər yığaq. İçini elə olduğu kimi saxlayıram. Heç nə tullamıram. Çünki tez-tez buramı boşaldıb yığıram. Yəni tullantı bir şeyim yoxdur. Dostlar, orqanayzerimiz də belə oldu. İndi gəlin yerləşdirək. İlk öncə olaraq gəlin masa hissəni də silək. İndi isə dostlar, təmizlədikdən sonra orqanayzerimizi yerləşdirə bilərik. İndi isə dostlar, yuxarı hissəni təmizləyəcəyik. Orqanayzerlər təmiz olduğu üçün onları bir də içini yəni töküb silməyəcəm. Çünki yəni onları tez-tez silirəm, tez-tez boşaldıram, doldururam. Ona görə sadəcə çıxardacağım, üstdən siləcəm. Yəni içini filan silməyəcəm. Və bəzi əşyalarımı ola bilsin sizə göstərdim. Bu arada dostlar, bu şkafı və bu şkafları silməyəcəm. Çünki yəni onları tez-tez silirəm. Demək olar hər gün yəni onları təmizləyirəm, boşaldıram, yığıram. Ona görə yəni onları bu videoda silməyəcəm. Yəni ümumiyyətlə yəni silməyəcəm. Sadəcə belə içindəki əşyaları çıxardıb təzədən düzələcəm. Yəni daha gözəl və səliqəli formada düzələcəm. Bizim orqanayzerimiz. Bu hədiyyəni mənə dostum vermişdi. Bu broşkanın. Bu hardasa 1 və ya 2 ildir ki saxlayıram bunu. Gəlin indi orqanayzerlərimizi yerləşdirək. Keçək bu hissəyə. Bu hissəm o qədər kirli deyil. Yəni dediyim kimi tez-tez təmizləyirəm. Ona görə sadəcə əşyaları çıxardıb yerlərini filan dəyişəcəm və ya daha səliqəli formada yığacam. Bu ventilatordur. Və üstündə qələmi də var. Yəni yaza da bilir. Ventilatoru taxmaq olur üzərinə. İçərisindəki ventilator bu arada kapibaralıdır. Bunu videoma çəkmişdim, shorts videoma. Səhifimə keçib baxa bilərsiniz. Bu şkafımız da bu qədər. Ağzını da bağladıq belə. Və dostlar, bu şkafları
təmizləmişəm, yəni təzəlikcə təmizləmişəm, dediyim kimi tez-tez təmizləyirəm. Buranı təzəlikcə təmizlədiyim üçün, yəni təmizləməyimi çəkməyəcəm. Bunun ayrıca videosu var. Səhifəmdə keçib izləyə bilərsiniz. Adı mini təmizlik. Oradan keçib baxa bilərsiniz. Bu isə əl vurmayacağam. Yəni təmizləyirəm tez-tez və bu hissəyə də əl vurmayacağam. Buranı da tez-tez təmizləyirəm. Yəni birdən deyirsiniz ki, yəni bu necə bir masa təmizliyi vloq oldu. Əslində, yəni tez-tez təmizlədiyim üçün, yəni hissə-hissə də videoları paylaşıram. Bu şkafların, yəni bunların ayrıca təmizliyi var kanalımda. Ona görə bir də çəkməyə məncə ehtiyac yoxdur düşündüm. Yəni sizə maraqsız gələ bilər. Və dostlar, videomuzun da sonuna gəlib çatdıq. Videonu bəyənib kanalıma abunə olmağı unutmayın. Və nə qədər çox bəyəni və izləmə gəlsə bu uzun videolara, bir o qədər də tez çıxacaq uzun videolar. Sağ olun.